Hamınıza salam dostlar. Bugün sizlerle beraber yeni yetkinlikler göstereceğim. Belə bir dənə buz gəlir. Belə bir dənə buz gəlir dostlar. Ücretsiz olacaq. Belə bir dənə buz ücretsiz olacaq. Buzun yaş görünüşü belədir. Yanındakı da şey karakteridir. Yeni efsanevi karakter. Bu dördü. Yeni gələcək. Bir təyərdən düşmə. Bir loot sandığı, bir de buz karakteri gələcək yeni, o süper karakteri. Belki duymuşuzdur, belki duymamışsınızdır, bilmirəm. Amma yeni gələcək uşaqlar. Deməli, yeni bir dənə kitap gəlir. Dostlar. Bu kitapta neler var? Bu kitapta ətraflı olarak bir dənə video paylaşacağım. Oradan baxa bilərsiniz. Bu videoya birləşdirir, qorxmayın. Belə bir dənə kitap gəlir. Yükleme etkinliğine gələcək tabii ki də. Burada kitabı aldıqdan sonra kitabı fullamaq üçün burada çevirə bilərsiniz. 150 göstərir burada. Bizdə 300 olar, 100%. Bizə şeyləmirlər. Endirim vermirlər dostlar. Deməli yeni neydi? Süper paltardır bu. Süper paltarın özelliklerine labdan baxa bilərsiniz. Labdan, efsanevi kıyafetlerden en birincisi. Orada bu göstərilib. Uşaqlar, yeni bir dənə gəliş ifadəsi gəlir. Belə bir dənə gəliş ifadəsi gəlir dostlar. Bu da hardasa may ayında falan gələcək bunlar. May ayında yox. Bu ayda gələ bilər, may ayında da gələ bilər. Gözü qulağınızda olsun. Gözü qulağında, yəni elə bir söz var. Nəysə. Uşaqlar, belə bir dənə ifadə gəlir. Ücretsiz deyil, burada 10.000 altın deyir. Dostlar, bu sadəcə bizə gələcək etkinliklərdən şəklidir uşaqlar. Yəni bu demir ki 10.000 elması, 10.000 altına gəlib götürə bilərsiniz. Xeyr. Bəlkə ücretsiz gələ bilər, bəlkə ücretsiz gəlməyə bilər. Uşaqlar, amma belə bir dənə ifadə gələcək. Sonra belə bir dənə bayraq ifadəsi gələcək. Bəlkə də qarşısında şey də gələ bilər. Əski bayraq ifadəsi gələ bilər. Uşaqlar, gördüyünüz kimi bu qazıq etkinliyidir. 1033 elmasdır, yəni tam alınmaz. Deməli, sonra bizə belə bir ücretsiz şeylər gələcək. Bir ifadə gələcək, bir çax çevirmə jeton kimi şey gələcək. Bir tava gələcək, bir maşın rəngi gələcək. Bir də nə idi bu? Bu sonuncunu bilmirəm nədir, amma neysə. Uşaqlar, burada ən yaxşısı məncə ifadədir. Çünki qalanlar boş şeydir. Başqa bir dənə yumruq dəsəni gələcək. Belə bir dənə yumruq dəsəni. Elmaslarınız varsa elmaslarınızı xərcləməyin və ya elmas üçün pullarınızı toplayın. Çünki qəşəng bir dənə şeydir. Yumruqdur. Belə bir dənə famas gəlir. Bu silah otomatına gələcəkdir. Yəni altınla ala biləcəyiniz bir dənə qəşəng famasdır. Famasda öyle spas. Uşaqlar üzr istəyirəm. Famasdır. Spasdır. Yəni deyirəm. Saçdım. Bəli, mələk paltarları, şalvarları. Bu mələk şalvarları belə bir dənə etkinliyi də gələ bilər. Bir dənə lucky şansına da gələ bilər. Lucky şansına gəlsə daha yaxşı olar. Çünki bura çox qazanır. Yəni 4 tane partiya heç vaxt verməz dostlar. 4 tane partiya heç vaxt verməz. Neysə, belə bir dənə yəni gələcək etkinliklərdir. Bundan sonrası da video baxılır. Videoları birləşdirmişəm, qəribə ola bilər. Uşaqlar, indi isə xoş seyirlər. Yeni o bir videoya bax. Salam dostlar. Bugün sizlərlə beraber I should have finished those deep fried chicken wings from last night. I'm starving. Uşaqlar, bugün sizlərlə Free Fire oynamayacağıq. Free Fire haqqında məlumat verəcəm. Yeni gələn etkinliklər və s. Deməli, uşaqlar, yeni gələn etkinlik nə olacaq? Hardasa 12 Martda super paltar gələcək. Ya bu gələcək, yox bu gəlməyəcək. Baxın, bu gələcək 12 Martda. Bu gələcək uşaqlar. Yəqin ki bilirsiniz, hardan girəcəyinizi tezdən göstəreyim. Laba girirsiniz, burada lab var. Laba girirsiniz. Hiber kitab.
Burada ən sonuncu kitab bu. Birinci motosiklet, sonra bizə bir dənə loot verir. Sonra bizə bir dənə çanta verir. Bu buzdur. Buzu çox xoşuma gəldi bu arada. Bu qılıncıdır, katanasıdır. Bu silahıdır. Silahın qılıncı. Nəysə, bu da ifadəsidir. İfadəsi belədir. Gördüyünüz kimi. Bu da təyyarədən düşərkən belə ifadə çəkir. Baxın, təyyarədən düşəndə belə düşür, deyək ki. Bəli, və hara gələcək? Bu yüklənmə etkinliyi bitəndən sonra, baxın, yüklənmə etkinliyi bitəndən sonra gələcək uşaqlar. Bura gələcək kitab, 100 elmasa kitab verəcək falan filan. Bu paltarın gələcəyini demək istəyərdim, amma son an gəldi deyə deyəmədim. Bu paltarın ifadəsi belədir. Başqa nələr gələ bilər? Bəzi silahlar gələ bilər. Ekrana bəlkə şəklini qoymuşam falan. Bu bitəndən sonra qız paltarı gələcək. Belə qız paltarı yox, başqa qız paltarı gələcək. Bu silah bitəndən sonra ya magnetli gələcək falan gələcək. Deyəsən şey gələcək. Hansı lehdir? Bir dəqiqə. Tapım deyirəm. Dostlarım, gördüyünüz kimi Spas 12 gələcək. Yeni bir dənə Spas 12 gələcək. Bəli, bugünlük bu qədər. Sizlərlə görüşdüyüm üçün məmnunam. Abunə olub like atarsanız çox sevinərəm. Kanal balacadır. Yeni açılıb. Xahiş edirəm, abunə olub like atın. Panel videoları, oynayış videoları, belə videolar çox gələcək. Siz mənə dəstək verdikcə mən də sizə videolar verəcəm, deyək ki. Bəs sizin görüşləriniz nədir? Xahiş edirəm, yorumlarda deyək. Bu arada yeni klanımız açıldı. Meymun 777. Adını dəyişəcəm. Belə çox adam gəlsə, qalxsa adını dəyişəcəm. Bu ikimizin klanıdır. Oldplayer'la mənim klanımdır. Bəli, 2 səviyyədir. Yavaş-yavaş qalxır. 7 nəfərlə 2 səviyyə elədik. Hələ 7 nəfər də idi. 5-3 nəfər idi. İkimiz kasırdıq. İkimiz 2 səviyyəyə qədər gətirdik. 3-cü səviyyədə 7 nəfərlə davam edəcəyik. Yaxşı kasanları axtarıram. Yaxşı kasanlar gəlsə çox sevinərəm. Bu motor üçün də uşaqlar, bəziləri bu rusca anlamır. Bu motor üçün də 6000, baxın burada 60000 metr getməlisiniz. Hardasa 5-6 dənə BR oynasaz ya da BR oynasaz ya da H oynasaz keçərsiniz. H çox oynamaq çünki H balacadır, amma BR oynasaz, BR başdan ayağa geçsəz, bunu heç olmasa yarısını falan qutararsınız. 15-nə qədər vaxtı var. Sonra belə etkinliklər gələcək. Bu paltar zaten gəlib. Bu motor gəlib, amma şeydədir, o bir tərəf, yuxarı tərəfdədir. Bu pala gəlmişdi, pala getdi. Mən alamadım palanı. Bəli, bu bomba gəlib. Gedibmi bilmirəm, bir dənə baxaq. Buradaydı, haradaydı bomba. Bomba deyəsən buraxdıydı, gedib qaqaşlar. Deməli, uşaqlar, bugünlük bu qədər. Videomuzun sonuna gəldik. Abunə olub like atarsanız sevinərəm. Uşaqlar, sağ olun, salamat qalın. Sevilirsiniz.